Rut Fəsil 1. Davərlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yahudanın Beytlehem şəhərindən bir kişi, arvadı və 2 oğlu ilə birlikdə Moab torpağına köçdü ki, müvəqqəti orada yaşasın. Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Məxlon, o birinin adı da Kilyon idi. Onlar Yahudanın Beytlehem şəhərindən olan Efratlılar idilər. Bu adamlar Moab torpağına gəlib orada qaldılar. Sonra Naomi'nin əri Elimelek öldü və o 2 oğlu ilə qaldı. Oğulları özlərinə Moab qızlarından arvad aldılar. Bu arvadların birinin adı Orpa, o birinin adı da Rut idi. Onlar 10 ilə yaxın bu torpaqda yaşadılar. Sonra Məxlon və Kilyon da öldü. Naomi həm oğulsuz, həm də ərsiz qaldı. Bir gün Naomi gəlinləri ilə ayağa qalxdı ki, Moab torpağından geri qayıtsın, çünki o, Moab torpağında eşitmişdi ki, Rəbb öz xalqına nəzər salıb onlara çörək verib. Beləcə Naomi yaşadığı yerdən ayrıldı. Onun 2 gəlini də onunla idilər. Gedirdilər ki, Yahuda ölkəsinə qayıtsınlar. Naomi hər 2 gəlininə dedi, gedin, hər biriniz ananızın evinə qaydın. Rəbb sizə mehriban olsun, necə ki, siz mənə və mərhumlara mehribanlıq etdiniz. Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız. Sonra o, gəlinlərini öpdü və onlar hönkürü bağladılar. Gəlinləri ona dedilər, xeyr, biz də səninlə birlikdə xalqının yanına gedirik. Amma Naomi dedi, qızlarım, qayıdın, gedin. Niyə gərək mənimlə gedəsiniz? Məgər bətnimdə cinə oğullarım var ki, sizə ər olsunlar. Qayıdın, qızlarım, gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam. Məgər onlar böyüyənə qədər gözləyərsiniz. Ərə getməyi məgər səbr edərsiniz. Yox, qızlarım, mənim vəzim sizinkindən daha çətindir. Çünki mənim ziddimə qalxan Rəbbin əlidir. Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qaynanasını öpüb vidalaşdı. Amma Rut ona sarıldı. Naomi Rut'a dedi, bax, qaynın arvadı öz xalqının və Allahlarının yanına qayıtdı. Gəl sən də onun dalınca geri qayıt. Amma Rut dedi, məcbur etmə ki, səni tərk edim və səninlə getməyim. Bil ki, haraya gedəsən, oraya gedəcəyəm, harada qalasan, orada qalacağam. Xalqın mənim xalqım olacaq, tarın da mənim tarım olacaq. Harada öləsən, orada ölərəm, orada da bastırılaram. Əgər ölümdən başqa bir şey məni səndən ayırsa, qoy Rəbb mənə beləsini və bundan daha bətərini etsin. Naomi, Rut'un onunla getmək üçün belə qərarlı olduğunu görəndə, artıq ona bir şey demədi. Beləcə, hər ikisi Beytlehemə qədər gedib oraya çatdılar. Beytlehemə daxil olanda, dönüşləri bütün şəhər əhalisini hərəkətə gətirdi və dedilər, Naomi budur. Naomi onlara dedi, mənə Naomi deməyin, mənə Mara deyin. Çünki qadir mütləq həyatımı acı edib. Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. İndi ki, Rəbb mənim ziddimə qalxıb və qadir mütləq başıma müsibət gətirib, daha niyə məni Naomi çağırırsınız? Beləcə Naomi, Moab torpağından, gəlini Moablı Rut'la bərabər geri qayıtdı. Onlar Beytlehemə arpa biçini başlananda gəldilər.
Fəsil 2. Naominin əri tayfasından Boaz adlı varlı bir qohumu var idi ki, Elimelekin tayfasından idi. Bir gün Moablı Rut Naomiyə dedi, İcazə ver zəmiyə gedim, kimin gözündə lütf tapsam, onun dalınca başaq yığım. Naomi ona dedi, get qızım. Rut getdi və bir zəmiyə girib, biçincilərin dalınca başaq yığmağa başladı. Rut təsadüfən o sahəyə girmişdi ki, Elimelekin tayfasından olan Boazınki idi. Bu vaxt Boaz Beytlehemdən gəldi və biçincilərə dedi, Rəbb sizinlə olsun. Biçincilər cavab verdilər, Rəbb sənə bərəkət versin. Boaz biçincilərə nəzarət edən nökərinə dedi, bəs bu cavan arvad kimindir? Biçincilərə nəzarət edən nökər cavab verdi, bu o cavan Moablı arvaddır ki, Naomi ilə buraya Moab torpağından gəlib. Mənə dedi, xahiş edirəm, qoy biçincilərin dalınca düşən başaqları dərzlərin arasından yığım. Səhərdən gəlib indiyəcək buradadır. Talvar altında da lapaz dincəlib. O vaxt Boaz Ruta dedi, mənə qulaq as qızım. Başaq yığmaq üçün ayrı zəmiyə getmə. Buradan getmə, mənim kəniz qızlarımla qal. Gözünü biçincilərin biçdiyi bu zəmiyə dik və qızların dalınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Susuz olanda su qablarının yanına get və nökərlərin çəkdiyi sudan iç. Rut başını əyib yerəcək təzim etdi və dedi, nəyə görə mən gözlərində lütf tapdım ki, mənim qeydimə qalasan, mən ki bir qəribəm. Boaz ona cavab verdi, ərin öləndən sonra qaynanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb tanımadığın bir xalqın yanına gəlibsən. Bu işinin əvəzini qoy Rəbb versin. Qoy İsrailin tarısı Rəbb ki, onun qanadı altına sığınmaq üçün gəlibsən, sənə bol əvəz versin. Rut dedi, qoy sənin gözündə tapdığım bu lütf əskilməsin. Necə də mənə təsəlli verdin. Sənin kənizlərinə tay olmadığım halda bu kənizinə mehriban sözlər dedin. Yemək zamanı Boaz Ruta dedi, buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə şirəyə batır. Beləcə arvad gəlib biçincilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Arvad yeyib doydu və yeməyindən artıq da qaldı. Rut başaq yığmaq üçün ayağa qalxanda, Boaz nökərlərinə əmr edib dedi, qoyun o hətta dərzlərdən də başaq yığsın, onu incitməyin. Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın, onu qınamayın. Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı. Sonra onu götürüb şəhərə gəldi. Qaynanası onun nə qədər başaq yığdığını gördü. Rut naharda doyandan sonra artıq qalan yeməyini qaynanasına verdi. Qaynanası ona dedi, bu gün harada başaq yığdın, harada işlədin? Sənə hörmət edən qoy bərəkət alsın. Rut yanında işlədiyi adam haqqında qaynanasına danışıb dedi, bu gün yanında işlədiyim adamın adı Boazdir. Naomi gəlininə dedi, dirilərdən və ölülərdən öz mehribanlığını qıymayan Rəbb, qoy ona bərəkət versin. Naomi cinə Ruta dedi, o kişi yaxın qohumlarımızdan biridir. O bizi qurtaracaq qəyyumdur. Moablı Rut dedi, bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birlikdə işlə. Naomi gəlininə dedi, qızım, onun kəniz qızları ilə işləməyin çox yaxşıdır,
yoxsa ayrı zəmlərdə səni incidərlər. Beləcə Rut arpa və buğda biçinləri qurtarana qədər Boazin kəniz qızlarının yanında başaq yığdı və qaynanası ilə birlikdə yaşadı. Fəsil 3. Bir gün qaynanası Naomi Rut'a dedi: "Qızım, məgər mənə gərəkli deyil ki, sənin rahatlığın üçün bir yer axtarım. Kəniz qızları ilə sahəsində işlədiyim Boaz, məgər bizim qohumumuz deyil? Bax, o bu axşam xərməndə arpa sovurur. Sən də yuyun, ətirlən və lap gözəl paltarını geyinib xərmənə in. Amma o yeyib içməyini qurtarmayınca özünü ona görsədmə. Elə ki, yatmağa getdi, yerini tapıb ayaqlarının üstünü aç və orada yat. Sonra nə etmək lazımdır, o özü sənə deyəcək." Rut ona dedi: "Dediklərinin hamısına əməl edərəm." Rut xərmənə indi və qaynanasının bütün tapşırıqlarına əməl etdi. Boaz yeyib içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da gizlicə gəldi və ayaqlarının üstünü açıb orada uzandı. Gecə yarısı birdən Boaz diskindi və çevrilib baxanda gördü ki, ayaqları altında bir arvad uzanıb. Boaz arvada dedi: "Sən kimsən?" Arvad cavab verdi: "Mən kənizin Rutam. Ətəyinlə bu kənizinin də üstünü ört, çünki sən mənim qurtaracaq qəyyumumsan." Boaz dedi: "Qoy Rəbb sənə bərəkət versin, qızım. Axırki mehribanlığın əvvəlkindən də yaxşıdır. Çünki cavan kişilərin dalınca getmədin, istər kasıb olsun, istər vardı. Qızım, daha qorxma. Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən şəxsiyyətli bir arvadsan. Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın bir qəyyum var. Bu gecəni qal. Sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat." Beləcə Rut onun ayaqları altında sübhəcək yatdı və səhərin ala qaranlığında gözün hələ yaxşı seçmədiyi vaxtda ayağa qalxdı. Çünki Boaz demişdi: "Qoy heç kəs bilməsin ki, xərmənə arvad gəlib." Sonra Boaz Rut'a dedi: "Üst örtüyünü götür, burada tut." Rut örtüyünü götürüb kənarından tutdu. Boaz 6 ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı. O, qaynanasının yanına gələndə, qaynanası ona dedi: "Necə oldu, qızım?" Rut, Boazin ona nə etdiyini Naomiyə danışdı. Sonra dedi: "O mənə bu 6 ölçü arpanı verib dedi ki, qaynananın yanına əli boş qayıtma." Naomi Rut'a dedi: "Qızım, gözlə, gör bu işin axırı necə qurtarır. Çünki o adam bu işi bu gün axıra çatdırmayınca aram olmayacaq." Fəsil 4. Boaz şəhərin dərvazasına çıxıb adamlar yığılan yerdə oturdu. Boazin dediyi qəyyum oradan keçirdi. Boaz ona dedi: "Dostum, bir dön burada otur." O da gəlib orada oturdu. Şəhər ağsaqqallarından 10 adamı da çağırıb onlara dedi: "Siz də burada oturun." Onlar da gəlib oturdular. Boaz bu qəyyuma dedi: "Moab torpağından qayıdan Naomi məcburdur qardaşımız Eliməlikin zəmsini satsın. Mən də düşündüm ki, sənə xəbər verim. Burada oturanların və xalqımın ağsaqqalları hüzurunda oranı satın al. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksən, bunu et.
Əgər bundan imtina edirsən, bunu açıq de, mən də bilim. Çünki səndən başqa kimsə yoxdur ki, bu vəzifəni öhdəsinə götürsün. Fəqət səndən sonra mən varam. O, Boazə dedi, qəyyumluq vəzifəsini mən yerinə yetirərəm. Boaz dedi, zəmini Naomidən satın alanda, onun mərhum oğlunun arvadı Moablı Rutu da arvad almalısan ki, mərhumun adı öz irsi üstündə qalsın. Qəyyum olan adam dedi, mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm. Qədim zamanlarda İsraildə belə bir adət var idi. Qəyyumluq vəzifəsini icra edəndə və mal dəyişəndə biri öz çarığını çıxardıb ayrısına verərdi ki, müqavilənin bağlanmasına şəhadət olsun. Bu, İsraildə razılaşma üsulu idi. Qəyyum olan adam Boazə dedi, sən özün satın al. Sonra da öz çarığını çıxartdı. Boaz ağsaqqallara və bütün xalqa dedi, siz bugün şahidsiniz ki, mən Eliməlikin bütün mülkünü, Kilyon və Məxlunun bütün mülklərini Naomidən satın aldıram. Bundan əlavə, Məxlunun dul arvadı Moablı Rutu da özümə arvad alıram ki, mərhumun adı öz irsi üstündə qalsın, elə ki, mərhumun adı qardaşları arasından, yurd qapılarından silinməsin. Siz də bugün şahidsiniz. Dərvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər, biz şahidik. Qoy Rəbb sənin evinə gələn arvadı, İsrailin evini quran o iki arvad Rahil və Liyə kimi etsin. Efratada yaxşı işlər görəsən və Beytlehemdə adın tanınsın. Qoy Rəbb sənin evini bu cavan arvaddan gələn nəslə Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin. Beləcə Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onunla yatdı. Rəbb Rutun bətninə qüvvət verdi və Rut bir oğul doğdu. Arvadlar Naomiyə dedilər, Rəbbin adı mübarək olsun ki, bugün səni qəyyumsuz buraxmadı. Qoy onun adı İsraildə tanınsın. Qoy bu körpə səni canlandırsın və qoca vaxtında səni saxlasın. Çünki onu səni sevən gəlinin sənə 7 oğuldan daha yaxşı olan doğubdur. Naomi uşağı bağrına basıb onun dayəsi oldu. Qonşu arvadlar ona ad qoyub dedilər, Naomi üçün oğul doğulub. Onun adını Obed qoydular. O, Davudun atası, Yəssənin atasıdır. Peresin nəsli budur. Peres Xesrona ata oldu. Xesron Rama ata oldu. Ram Əmminadaba ata oldu. Əmminadab Nəxşona ata oldu. Nəxşon Salmona ata oldu. Salmon Boazə ata oldu. Boaz Obedə ata oldu. Obed Yəssəyə ata oldu. Yəssə də Davuda ata oldu.